hörmətli qonaqlar, bugün daha bir dəyərli sənətkarımız, gözəl müğənnimiz bizimlədir. O da İbad müəllimi təbrik etməyə gəlib və beləliklə istərdik sözü ona verək. Oxuyur Respublikanın əməkdar artisti Gülüstan xanım Əliyeva. Buyursun. Xoş görmüşük əziz qonaqlar. Türkiyədən gələn qonaqlarımızdan salamlayıram. İbad qardaşım, mən sənə təbrik demək istəmirəm. Sən yaxşı ki varsan. Bütün igidlərimizin, bütün qəhrəmanlarımızın simasısan bugün. Biz sənlə fəxr edirik. Və fəxr edirəm ki, mən belə bir qardaşım var və sənin kimi bir qəhrəmanı tanıyıram.